Salam kanalımızın dəyərli izləyiciləri, bugündən sizə bu evi gecə ilə çəkmək səbəbimiz odur ki, əlim yanqıda. Tam əşyalı, 55 kvadrat, kupçalı, sənət əldə. Bina evi 55 kvadrat 2 otaq. Hal-hazırda evin mətbəx hissəsindəyik. Evdə nə görəsiniz, hamısı qalır. Bura mətbəxdir. Yəni paltar yuyandır, xaladenlikdir. Hamısı qalacaq. Gəl zəhmət olmasa, operator qardaş gəlin. Bura evimizin gördüyünüz kimi yataq otağıdır. Bütün nə görürsünüz, kondisioner, hamısı qalacaq. Burada isə bizim balkondur. Yataq otağından da balkona çıxış var, zaldan da. Kombi gördüyünüz kimi qalacaq və belə güzdə düşmə. Bütün əşyalı qiymət yəni sonda deyəcəm. Bunun qiyməti sonda. Burada isə sanuzel qovşağıdır. Bura isə mənzilimizin zalıdır. Qeyd etdiyim kimi, yataq otağından da zaldan da yəni balkona çıxış var. Yəni hər iki tərəfdən çıxışı var. Evimiz 55 kvadratdır. Tam əşyalı. Evdə nə görürsünüz? Televizordur, stoldur, yataq dəstidir, paltar yuyandır, hamısı qalır. Qiymət bu ev üçün nəzərdə tutulub. Tam əşyalı, kupçalı. Masazırda. Marşrutdan evə 50 metr məsafə. Masazırın qurğundan girdiniz, zapravkanı keçdiniz, svetoforun yaxınlığında. Yəni yolla arası 50 metr. Qiymət bu ev üçün nəzərdə tutulub 78.000 manat. Bəli, əlim yanqıda 2 otaqlı 55 kvadrat kupçalı ev, belə bir şey yoxdur. Sağ olun, var olun.